4 günlük xəbərdarlıq edildi. Bakıya yenə leysan yağacaq. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə dekabrın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 10-13 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman müşahidə olunacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıya və Abşeron yarımadasına düşən yağıntı aylıq normanın 98%-ni təşkil edib. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i səhərə qədər davam edəcəyi gözlənilir.